Bura Azərbaycandır. Bakı vaxtı ilə saat 20-dir. Azərbaycan televiziyasının efirində ASTV xəbəri izləyirsiniz. Xəbərlərin 20 buraxılışını Mümtaz Xəlilzadə təqdim edir. Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. ASTV xəbərin bugün olan əsas buraxılışı başladı. Əvvəlcə anonslara nəzər salacağıq. Prezident İlham Əliyev və 1-ci xanım Mehriban Əliyeva ümumilli lider Heydər Əliyevin məzarını ziyarət etdilər. Brüssel Kiyevə təhlükəsizlik zəmanəti verir. Ukraynanın Avropa İttifaqına daxil olması üçün fəaliyyət planı hazırlandı. Təfərrüatlar birbaşa bağlantıda. Hizbullaha növbəti zərbə. İsrail ordusu xüsusi təyinatlıların təlim bazasını yerlə yeksan etdi. Təkər bazarına kilit vuruldu. Söküntü işləri davam eləyir. Bəs sahibkarlara hansı ərazi təklif olunur? Məcburən biz daşınmalıyıq. Payızı biraz da şimal küləkləri soyudacaq. Həm də narıncı xəbərdarlıqla. Həftə sonu temperatur 5-7 dərəcə inəcək. İndi isə ətraflı təqdim edirik. Müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümumilli lideri Heydər Əliyevin vəfatından 22 il ötür. Bugün Prezident İlham Əliyev, 1-ci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fəxri xiyabana gələrək xalqımızın ümumilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər. Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoydu. Dövlət himni səsləndirildi.
Dövlətimizin başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Ulu Öndərin ömürgün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini ehtiramla andılar, məzarı üzərinə gül dəstələri qoydular. Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edildi, məzarları üzərinə gül dəstələri düzüldü. Bugün Fəxri Xiyabanı ziyarət edən minlərlə insan Azərbaycan dövlətçiliyinin memarı, ümumilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla anıb. Onlar üçün bu ziyarət təkcə bir ənənə deyil, həm də dövlətinə və milli kimlikliyinə bağlılığının simvoludur. Ulu Öndərin xalq üçün gördüyü işlərsə illər keçsə də unudulmur, əksinə daha dərindən dərk olunur. Səhər saatlarından etibarən Parlament prospektinə axın davam edir. İnsanlar 22 il öncə olduğu kimi xalqa ən ali xidmətlər göstərmiş şəxsiyyəti anmaq üçün onun məzarını ziyarətə gəliblər. Ziyarətçilər arasında dil, din, yaş fərqi yoxdur. Gələnlərin dilində ayrı bir minnətdarlıq var sadəcə. Ulu Öndərimiz istər Sovet İttifaqı dövründə, istərsə müstəqillik dövründə. Ölkəmiz üçün, xalqımız üçün çox böyük əməklər keçmişdi. Azərbaycan dövlətinin banisi kimi. Taleyində oynadığı rol, müstəsna rolun əhəmiyyəti hələ getdikcə daha da çox duyulmaqdadır. Bu xalqı, bu milləti həqiqi mənada qurtuluşa gətirəcək. Dahi şəxsiyyət, uzaq görən lider Heydər Əliyev öz həyatını doğma xalqına həsr etmişdi. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət edən Ulu Öndər elə məhz xalqın dəstəyi ilə Azərbaycanı inamla irəliyə aparırdı. Böyük bir tarixdir. Bu tarixi əlbəttə hər bir Azərbaycan vətəndaşı bu tarixi bilməlidir. Bugün bizə xoşbəxt, firavan yaşadığımız hər günlər onun sayəsində, onun qoyduğu, yaratdığı bir dövlətdə davam edir. Babamızı ziyarət eləməyə gəlmişəm. Biz bunu özümüzə borc kimi bilirik. Qərinələr keçəcək, illər, əsrlər ötəcək, həyat boyu yaşayacaq. Bəzən sözlər kifayət etmir. Bu isə bir xalqın sevgisi, hörməti və əbədi minnətdarlığının göstəricisidir. Fidan Mahmudova, Əntiqə Fərəcova, Jalə Gözəlova, ASTV xəbər. Azərbaycan qlobal enerji təminatında bugün ən vacib ölkələrdən biridir. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi rola malikdir. Enerji sektorunda bu təminatın əsasını Ulu Öndər Heydər Əliyev qoyub. Bir ölkənin taleyini dəyişən strateji addımları gəlin birlikdə izləyək. Bir ölkənin taleyi necə dəyişə bilər? Ümumilli lider Heydər Əliyev hakimiyyətə qayıtdığı ilk illərdən Azərbaycanın iqtisadi modelini dayanıqlı qurmağa başladı. Çünki güclü dövlət, ordu, yüksək mədəniyyətə yol məhz iqtisadiyyatdan keçirdi. Bütün bunların təməlində isə Allahın Azərbaycan xalqına bəxş etdiyi bir nemət vardı: neft. Azərbaycan nefti yalnız resurs yox, gələcəyə açılan strateji xəritə olmalıydı. Bura nəhəng layihələrin başlanğıc nöqtəsidir. Dünyanın ilk dəniz neft platforması, neft daşları. Bu möcüzənin arxasında bir ad dayanır: Ulu Öndər Heydər Əliyev.
hakimiyyətə gəldiyi ilk dövrlərdən dənizdən neft-qaz çıxarma sənayesində yeni bir dövrün başlanğıcı oldu. Üzən şef qurğuları, iri yük gəmiləri vasitəsilə Azəri, Çıraq, Şahdəniz, Günəşli kimi yataqlarda yeni işləmələrə başlandı. Ulu Öndər Heydər Əliyevin dediyi kimi neft daşları 20-ci əsrdən 21-ci əsrə salınmış bir körpüdür. 8 ölkə, 13 şirkət, bir vizyon. 1994-cü ildə burada Gülüstan sarayında Azərbaycanın enerji taleyində böyük bir dilemma həll edildi. Təcrid olunmaq yoxsa dünya enerji sisteminə inteqrasiya? Əsrin müqaviləsi Azərbaycanı beynəlxalq enerji siyasətinin mərkəzinə çevirdi. Hədəf emal edən sənaye dövləti yaratmaq idi. Bu müqavilə həm də iqtisadi sabitlik və siyasi nüfuz demək idi. Biz artıq bu kontrakt əsasında sıx birləşirik, böyük əməkdaşlığa qoşuluruq. Müstəqil Azərbaycan Respublikası öz taleyinin sahibi kimi, öz sərvətlərinin sahibi kimi bu əməkdaşlıqda dünya birliyində, dünya iqtisadiyyatı birliyində öz layiqli yerini tutacaq. Tarixi müqavilədən sonra 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 saziş imzalandı. Heydər Əliyev adına neft emalı zavodudur. Zavod 1953-cü ildə yaradılıb və məqsəd ölkəni yüksək oktanlı benzin və digər yanacaq növləri ilə təmin etmək idi. İlkin olaraq müəssisə əvvəlki nəsil katalitik kreking qurğularının bazasında yaradılmışdı. Daha sonra isə zavod inkişaf etdi və bugün ən müasir standartlara cavab verir. Günlük istehsal həcmi bu zavodun 21 min tondur. Heydər Əliyev adına neft emal zavodu ölkənin yanacaq enerji sütunu desək, biz yəni yanılmarıq. Təkcə avtomobil yanacaqları və təyyarə yanacağı deyil, ölkənin neft kimya sənayesinin ham mala təsis edən bu zavoddur. Zavodda 24 çeşid Azərbaycan neftinin 21-i emal olunaraq ümumilikdə 15 növ məhsul istehsal olunur və bu proses tam avtomatlaşdırılmış müasir qurğularla həyata keçirilir. Böyük enerji strategiyasının ən vacib mərhələsi Bakı-Tbilisi-Ceyhan neft kəməri oldu. Onun strateji əhəmiyyəti 20 ildir ki, göz önündədir. Hələ bundan sonra da neçə 10 illiklər olacaq. Bu boru kəməri indiyə qədər bu 20 il ərzində 4,6 milyard barel neft ixrac edib Xəzərdən dünya bazarlarına. Bu yolun real başlanğıc nöqtəsi buradır. Səngəçal, Xəzərin sahilindən çıxan Bakı-Tbilisi-Ceyhan kəməri Azərbaycanın 443 kilometrlik ərazisini qət edərək Qafqaza doğru irəliləyir. Marşrut Gürcüstanda 249 kilometr aşaraq 3 ölkənin enerji əməkdaşlığını bir xəttdə birləşdirir. Türkiyəyə daxil olduğu andan isə bu kəmər artıq qlobal enerji arteriyasına çevrilir. Ceyhan limanından Xəzər nefti dünya bazarlarına çıxır. Enerji mirasının nəticələri. Milyardlıq ixrac gəlirləri, regionda enerji liderliyi, qərbə və şərqə uzanan boru xətləri, çoxşaxəli enerji konsepsiyası, dünya enerji bazarında etibarlı tərəfdaş statusu. Bu miras yeni limanların, sənaye zonalarının yaranmasını və müasir ordu quruculuğunu təmin etdi. Neftin düzgün idarə olunması müdafiə gücünü gücləndirdi. Ən yüksək siyasi nəticə isə Azərbaycanın tarixi zəfəri və ərazi bütövlüyünün bərpasıdır. Çox sevinirəm və xoşbəxtam, sevinirəm ona görə ki, bütün gördüklərinizin əsasını qoyanlardan biriyəm. Onun təməlini qoyanlardan biriyəm. Səkinə Hacıyeva, Fəzail Kəmalov, Nuran Ələkbərli, Yalçın Tahiroğlu, Ruslan Əsənov, AzTV xəbər. Xalqımızın milli kimliyini, mənəvi dəyərlərini və dünya görüşünü formalaşdıran
Azərbaycan dili müxtəlif dövrlərdə təsirlərə məruz qalsa da, onun inkişafı üçün ardıcıl və məqsədyönlü siyasət həyata keçirilib. Ana dilimizə xüsusi qayğı Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra geniş vüsət alıb. Ötən əsrin ikinci yarısında Azərbaycan dilinin hər tərəfli inkişafı, dünyanın böyük dövlətlərinin və beynəlxalq təşkilatların kürsülərində səslənməsi bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Dil xalqın ruhu, kimliyi, yaddaşıdır. 1960-70-ci illərdə rəsmi sənədlərin rus dilində, danışıqların rusca aparıldığı bir dövrdə Ulu Öndər Heydər Əliyevin qətiyyətli addımı, cəsarəti Azərbaycan dilinə olan qayğısının göstəricisidir. 1969-cu il Bakı Dövlət Universitetinin 50 illik yubileyində Ulu Öndər Heydər Əliyev Azərbaycan dilində çıxış etdi. Bu, auditoriya tərəfindən yüksək rəğbətlə qarşılanmaqla yanaşı, həm də Ulu Öndərin Azərbaycan dilinə sevgisinin, qayğısının ən gözəl təzahürü idi. O sevgi ki, bütün riskləri gözə almağa dəyərmiş. Sovetlər Birliyi dövründə Komünist Partiyasının birinci katibi Azərbaycanca danışır. Təsəvvür etmək belə çətindir. Amma o, nəyin bahasına olursa olsun, milli kimliyimizin qorunması yolunda ən çətin addımları gözünü qırpmadan atdı. Türk dillerine mensup olan, o grupa mensup olan bizim dilimiz dildir. Ancak o 23 dil kimi bizim de özümüzün dilimizdir. Biz öz dilimizi gelip hiç bir başka dile ne karıştırmalıyız ne de ona yapıştırmalıyız. Heydər Əliyev ilk dəfə olaraq Azərbaycan dilinin söz bazasının hüquqi sənədlərini hazırladı. Bu görünməmiş bir tarixi hadisə idi. Hüquqi sənədlər, yəni bu ona görə ki, bizim dilimiz təkcə bizim danışığımız ünsiyyətimizdən əlavə dövlətimizin təhlükəsizliyinin qarantı idi. Müstəqillik illərində Ulu Öndər Heydər Əliyevin dil siyasəti daha sistemli mərhələyə keçdi. Konstitusiyada Azərbaycan dili dövlət dili kimi təsbit edildi. 2001-2002-ci illərdə imzalanan fərman və qanunlarla Azərbaycan dilinin tətbiqi, qorunması və inkişafı dövlət siyasətinin ayrılmaz hissəsinə çevrildi. Latın qrafikasına keçid sürətləndirildi. İşin miqyasına baxanda bir statı xatırlatmağımız doğru olar. Dilini itirən xalq özünü itirər. Heydər Əliyev. Düzdür, Azərbaycan dilindən istifadədə müəyyən nöqsanlar olsa da, bugün də dilin saflığının qorunması, yad təsirlərə məruz qalmaması üçün işlər davam etdirilir və buna ən ali səviyyədə diqqət göstərilir. Azərbaycan dili çox zəngin dildir. Bugün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Ancaq təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik. Müstəqil Azərbaycan dövləti. Bu sahədə görülən işlər çox şaxəlidir. Unutmamalı olduğumuz bir şey var. Harda olursa olsun Azərbaycanlısınız. Dilinizi itirmeyin, dininizi itirmeyin, milliyetinizi koruyun ve fəxr edin ki siz Azərbaycanlısınız, fəxr edin ki siz müstəqil Azərbaycanın vətəndaşlarısınız. Rüya Qarabağlı, Mirəziz Mirəlioğlu, AzTV Xəbər. Alban Yepiskopun iqamətgahı Dini Maarif Mərkəzi. Xaç, Alban xaç olsa da, lakin aşağıda erməni dilində məhz bu ərazilərə yazılar həkk olunmuşdur. İşğal dövründə vandalizmə məruz qalan Xudavəng monastırı. Məbəddən nələr oğurlanıb? Aşqabad bugün Türkmenistanın daimi bir tərəfliyinin tanınmasının 30-cu il dönümünə həsr olunan beynəlxalq konfransa ev sahibliyi eləyib. Konfransda Azərbaycanın baş naziri Əli Əsədov təmsil edib. Bir çox dünya liderləri Aşqabadda Türkmenistanın daimi bir tərəfliyinin tanınmasının 30-cu il dönümünə həsr olunan beynəlxalq konfransda iştirak etmək üçün bir araya gəldilər. Konfransın iştirakçıları əvvəlcə neytrallıq abidəsini ziyarət etdilər.
Konfransda çıxış edən Azərbaycanın baş naziri Əli Əsədov dövlətimizin Türkmənistanın bitərəflik siyasətinə dərin hörmətlə yanaşdığını bildirdi. Qeyd olundu ki, Türkmənistan ötən 30 il ərzində inamlı şəkildə sübut edib ki, neytrallıq yalnız xarici siyasət mövqeyi deyil, həm də sülhə, təhlükəsizliyə və davamlı inkişafa töhfə verən bir qüvvə ola bilər. Azərbaycan neytrallıqla bağlı Türkmənistan tərəfindən BMT-də irəli sürülən qətnamələri daim dəstəkləmiş və Beynəlxalq Sülh və Etimad ili 2025 qətnaməsinə həmmüəllif qismində qoşulmuşdu. Biz qardaş Türkmənistanın bu təşəbbüsünü qlobal sülh və təhlükəsizlik arxitekturasına mühüm töhfə kimi qiymətləndiririk. Azərbaycan Türkmənistanın BMT himayəsi altında Neytrallıq Universitetinin yaradılması ilə bağlı təşəbbüsünü yüksək qiymətləndirir və universitetin işində fəal iştirak etməyə hazırlığını ifadə edir. Baş nazir Əli Əsədov son illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-Türkmənistan münasibətlərinə, iki ölkəni birləşdirən tarixi və mədəni dəyərlərə də diqqət çəkdi. O, Xəzər dənizində əməkdaşlıq, nəqliyyat logistika layihələri və enerji təhlükəsizliyinin qarşılıqlı əməkdaşlığın əsas istiqamətlərini təşkil etdiyini bildirdi. Baş nazir həmçinin qeyd etdi ki, Azərbaycan və Türkmənistan qoşulmama hərəkatının prinsiplərinə sadiqdir və konstruktiv dialoqun həmrəyliyin təşviqində mühüm rol oynayırlar. Qeyd edək ki, 1995-ci ildə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən tanınan daimi bitərəflik statusu Türkmənistanın xarici siyasətinin əsas sütununa çevrilib. Türkmənistan 1995-ci il rezolyusiyasının ildönümü çərçivəsində tədbirlər keçirir. Ölkənin xarici siyasət prioritetləri dəyişməsə də yeni iqtisadi layihələr, xüsusilə nəqliyyat və enerji marşrutları fonunda Aşqabad beynəlxalq əməkdaşlıqda daha aktiv görünür. Aşqabad səfəri çərçivəsində baş nazir Əli Əsədov ölkəmizin Türkmənistandakı səfirliyinə gələrək ümumilli lider Heydər Əliyevin buradakı büstü önünə gül dəstəsi qoydu. Ulu öndərin xatirəsi ehtiramla yad olundu. Röya Bənənyarlı, İlxan Axundova, Aysel Abbasova, ASTV Xəbər. Ağdərə növbəti sakinlərini qarşılayıb. Bu mərhələdə Vəngli və Həsənriz kəndlərinin hər birinə 16 ailə qayıdıb. Sakinlərə mənzillərinin açarları təqdim edilib. Yaşayış məntəqələrində infrastruktur tam şəkildə qurulub. Kəlbəcər zəngin təbii sərvətləri ilə yanaşı maddi və mədəniyyət nümunələri ilə seçilir. Araşdırmalara görə rayon ərazisində 35 Alban məbədi mövcud olub. Onlardan biri də Xudavəng monastır kompleksidir. İşğal dövründə məbədin erməniləşdirilməsinə cəhd edilib, vandalizmə məruz qalıb. Ancaq indi öz tarixi sahiblərindədir. Xudavəng monastırı Qafqaz Albaniyası dövründə inşa edilib. Monastırda uzun müddət Alban yepiskopunun iqamətgahı və dini maarif mərkəzi fəaliyyət göstərib. 8 hissədən ibarət abidə Alban irsimizin zəngin tarixini bugün də özündə yaşadır. Bura mühüm yeparxiya mərkəzinin mərkəzi kimi də fəaliyyət göstərmişdi. 13-cü əsrdə Qarabağ Xaçın hakimlərinin də diqqət mərkəzində olmuş və Həsən Cəlalın tərəfindən, onun ailəsi tərəfindən, xüsusən də Arzu Xatunun bilavasitə təşəbbüsü və iştirakı ilə, maliyyə dəstəyi ilə burada əlavə məbəd inşa edilmişdi. İşğal dövründə abidə vandalizmə məruz qalıb. Üzərində erməni dilində yazılar həkk olunub. Bu da işğalçı dövlətin tarixi saxtalaşdırma əməllərindən növbətçisi idi. Əcdadlarımızdan bizə miras qalan və Azərbaycan xalqının ən zəngin maddi mədəniyyət nümunələrindən biri hesab olunan Xudavəng məbədi digər Alban məbədlərimiz kimi elə 19-cu əsrdən sonra qara günlərini yaşamağa başlayıb sözün əsl mənasında. Belə ki, Erməni Qriqoryan kilsəsinə verilən məhz bu tarixi abidələrdə elə gözlə də görünür ki, erməni saxtakarlığı müşahidə olunur. Xaç, Alban xaç olsa da, lakin aşağıda erməni dilində məhz bu ərazilərə yazılar həkk olunmuşdur. Və bu da mənfur qonşularımız tərəfindən bu abidənin də zaman-zaman ermənilər tərəfindən özünküləşdirməyə məruz qaldığının göstəricisidir.
Xudavənd məbədinin həm daxilində, həm də xarici divarlarında açıq şəkildə saxtakarlığın izləri bariz şəkildə özünü göstərir. Alban epiqrafikası dağıdılmış, məbədin içərisindəki qiymətli freskalar isə sökülərək Ermənistana aparılmış və müxtəlif vaxtlarda sərgilərdə erməni kilsəsinin, erməni dırnaqarası maddi irsinin nümunələri kimi nümayiş etdirilmiş, təqdim olunmuşdur. Amma artıq monastır da azaddır. Öz əzəli sahibindədir. Bundan sonra tarixi irs olaraq yaşadılacaq. Xaliq Qurbanlı, Fuad Quliyev, Rəşidə Zülfüqarova, AzTV xəbər. Ermənistan vətəndaşı Ruben Vardanyanın açıq keçirilən məhkəməsində müdafiə tərəfi bir neçə vəsadət təqdim edib. Ruben Vardanyan cinayət işi üzrə 1-15-ci cildləri nəzərdən keçirmək istədiyini, onun saxlanılması ilə əlaqədar həmin cildlərdə adı keçən şahidlərin məhkəməyə dəvət olunmasını xahiş edib. Hakim Zeynal Ağaya bildirib ki, müdafiə tərəfinin indiyədək məhkəmədən xahiş etdiyi bütün sənədlər onlara təqdim olunub və bundan sonra da onlara bunun üçün imkan yaradılacaq. İclasda cinayət işi materiallarında olan və ibtidai istintaq zamanı toplanan bəzi zəruri sənədlər də təqdim olunub. Məhkəmənin növbəti iclası dekabrın 16-sına təyin edilib. Brüssel Kiyevə təhlükəsizlik zəmanəti verir. Ukraynanın Avropa İttifaqına daxil olması üçün fəaliyyət planı hazırlandı. Təfərrüatlar birbaşa bağlantıda. İsrail ordusu Livanın cənubuna növbəti dəfə zərbələr endirib. Əsas hədəf Hizbullah hərəkatının təlim bazası olub. Məlumata görə hərəkatın xüsusi təyinatlı bölmələri bu məkandan İsrailə qarşı hücumlara hazırlaşmaq məqsədi ilə istifadə edib. Bəzi başqa obyektlərin də vurulduğu bildirilir. Bir neçə gün əvvəlsə İsrail Müdafiə Qüvvələri Livanda Hizbullah xüsusi təyinatlılarının başqa bir təlim obyektinə zərbə endirmişdi. Qəzza zolağında günlərdir davam edən Bayram qasırğası humanitar vəziyyəti daha da ağırlaşdırıb. Əl-Cəzirənin məlumatına görə şiddətli leysanla müşahidə olunan soyuq hava 14 nəfərin ölümünə səbəb olub. Onların arasında azyaşlılar da var. Beyt Ləhiyyə şəhərində leysan nəticəsində binalardan biri çöküb. Dağıntılar altında qalanların taleyi isə məlum deyil. Anklavın müxtəlif bölgələrində 13 binanın dağıldığı, 27 mindən çox çadırınsa su altında qaldığı bildirilir. Rusiya-Ukrayna müharibəsində qarşılıqlı hava hücumları davam edir. Rusiyanın Tver vilayətində çoxmənzilli yaşayış binası Ukrayna dronlarının hücumuna məruz qalıb. Nəticədə bir az yaşlı olmaqla 7 nəfər xəsarət alıb. Yaroslav vilayətinə də ardıcıl dron zərbələri endirilib. Telegram kanallarının məlumatına görə hücum nəticəsində neft emalı zavodunda güclü yanğın olub. Rusiya tərəfi isə Ukraynanın Pavlograd və Odessa şəhərlərinə dron zərbələri endirib. Bir nəfər həlak olub və burada da yaralananlar var. Ukrayna ordusunun Kupyanskın bəzi hissələrinə nəzarəti bərpa etməsindən sonra Prezident Volodimir Zelenski bölgəyə səfər edib. Şəhərin girişindən paylaşım edən Zelenski uğurlu əməliyyat keçirən hərbiçilərinə minnətdarlıq edib. O, ordunun irəliləməsinin Ukraynanın danışıqlar masasındakı mövqeyini gücləndirdiyinə diqqət çəkib. Xatırladaq ki, Rusiya Silahlı Qüvvələri bir müddət əvvəl Kupyansk şəhərinin nəzarətə götürüldüyünü açıqlamışdı. Ukrayna ordusu isə Kupyanskın şimalındakı rayonların azad edildiyini və yüzlərlə Rusiyalı hərbçinin mühasirəyə alındığını bildirir. Ukraynanın Avropa İttifaqına üzvlüyü məsələsi reallaşa bilər. Bunun üçün Brüssel yeni fəaliyyət planı hazırlayıb. Bu məsələdə tək əngəl olan Macarıstanın vetosundan yayınmağın da yolu tapılıb. Ukraynanın isə müharibənin bitməsi üçün Donbasla bağlı güzəştə gedə biləcəyi barədə iddialar səsləndirilir. Ətraflı məlumat almaq üçün Brüsselə Avropa təmsilçimiz Ezar Ağayevlə birbaşa bağlantı yaratmışıq. Ezar, hər vaxtınız xeyir olsun, Ezar. Güzəşt nədən ibarətdir? Salam, hər vaxtınız xeyir. Bəli, Ukrayna ilə bağlı iki istiqamətdə çox maraqlı hadisələr baş verməkdədir. Əvvəla, ilk dəfədir ki, həm Ukraynanın, həm Rusiyanın, həm Avropa ölkələrinin, həm də Amerika Birləşmiş Ştatlarının az-çox maraqlarına uyğun gələn bir həll variantı artıq razılaşdırılıb, Kiyev tərəfindən qəbul edilib. Bu, Donbasın qeyri
hərbi zona, yəni demilitarizasiya zonası elan edilməsidir. Belə ki, bu plana əsasən həm Rusiya, həm də Ukrayna öz qoşunlarını Donbasdan çıxarmalıdır və bu proses beynəlxalq güclərin, Amerika Birləşmiş Ştatlarının daxil olduğu beynəlxalq güclərin nəzarəti altında həyata keçirilməlidir. Düzdür, açıq suallar çoxdur. Hansı silahlar çıxarılacaq? Bütün silahların mı çıxarılması nəzərdə tutulub, yoxsa yalnız ağır artilleriya ərazidən çıxarılacaq və yaxud da beynəlxalq güclər deyəndə daha hansı ölkələr nəzərdə tutulur və əgər bu ölkələr yalnız qərb ölkələrindən ibarət olarsa Rusiya bunu qəbul edəcəkmi? Bu kimi açıq suallar var, amma ən azından münaqişənin həlli üçün real imkanların yarandığını deyə bilərik. Qeyd edim ki, Donbasın qeyri-hərbi zona elan edilməsi ilə bağlı artıq tarixdə belə bir president var. 1953-cü ildə Şimali və Cənubi Koreya arasında belə bir demilitarizasiya zonası elan edilmişdi təhlükəsizliyi təmin etmək üçün. Amma bu kiçik ərazi idi, yəni 4 kilometrini 250 kilometr uzunluğu olan bir ərazi idi. Ukraynada isə bu daha böyük bir ərazini bütün Donbası əhatə edəcək. Podolyak, yəni Ukraynanın danışıqlarda əsas nümayəndəsi olan Mikhail Podolyak bəyan edib ki, istənilən ərazi güzəşti bizim üçün ağırlıdır, amma müharibəni dayandırmaq üçün hər hansı bir addımlar atılmalıdır və ona görə də Ukrayna Donbasın demilitarizasiya ərazisi elan edilməsinə razılıq verib. Qeyd edim ki, bu plan ümumilikdə 3 mərhələdən ibarət həyata keçiriləcək. Birincisi, müharibənin dayandırılması, Donbasın hərbi ərazi elan edilməsi ilə, ikincisi beynəlxalq güclərin iştirakı ilə, xüsusilə də Avropa ölkələrinin iştirakı ilə təhlükəsizlik mexanizminin yaradılması, yəni Ukraynaya təhlükəsizlik qarantının verilməsi, bu məsələdə Avropa ölkələrinin dominant olmasını Kiyev israrla istəyir və nəhayət üçüncü mərhələdə isə Ukraynanın bərpası, ölkənin iqtisadiyyatının bərpası və özünü müdafiə qabiliyyətinin artırılması istiqamətində addımlar atılmalıdır. Digər bir maraqlı məsələ isə Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı olan məsələdir. Bildiyiniz kimi Avropa İttifaqına bu ölkənin üzvlüyü ilə bağlı atıla biləcək bütün addımlar 27 Avropa İttifaqı ölkəsi arasında razılaşdırılmalıdır. Bu istiqamətdə Macarıstan daim veto qoyurdu, blok qoyurdu Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı addımların atılmasına. Amma Macarıstanın veto hüququndan yan keçmək üçün Brüsseldə maraqlı bir sxem düşünülüb. Belə ki, bu barədə Avropa İttifaqının genişlənmə üzrə nümayəndəsi Marta Kos bəyan edib. O bildirib ki, Ukraynanın Avropa İttifaqına üzvlüyü məsələsi bu ölkəyə post-müharibə dövründə təhlükəsizlik qarantının verilməsinin bir istiqaməti, siyasi qoludur. Ona görə də Brüssel üçün çox vacibdir. Məhz bu məqsədlə Macarıstanın veto hüququndan yan keçmək məqsədi ilə Avropa İttifaqı Ukraynaya üzvlük məsələsində addımlar atması üçün formal yox, qeyri-formal, yəni qeyri-rəsmi dəstək verəcək. Bunun üçün 10 maddədən ibarət yol xəritəsi hazırlanıb. Bu yol xəritəsinə əsasən Ukraynada qanunun aliliyinin təmin edilməsi, korrupsiyaya qarşı mübarizə, ədliyyə hüquq sisteminin təkmilləşdirilməsi, bu istiqamətdə islahatların aparılması istiqamətində dəstək veriləcək. Bu da Ukraynanın Avropa İttifaqına üzvlüyünü daha da sürətləndirəcək. Danimarkanın Avropa İttifaqı ilə əlaqələr üzrə xüsusi nümayəndəsi, məsul nümayəndəsi Mary Bier bəyan edib ki, vaxt itirmək olmaz. Blok qoyan ölkələr öz bloklarını nəhayət götürəcəklər, amma onda artıq Ukrayna Avropa İttifaqına üzvlüyə hazır olmalıdır. Brüsseldən ən son xəbərləri çatdırmağa çalışdıq. Söz yenidən sizdədir. Təşəkkür edirik Ezar məlumat üçün, çox sağ olun. Rusiyanın Berlindəki səfiri Sergey Nechayev Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb. Səbəb isə Rusiyanın Bundestaqa seçkilər zamanı geniş miqyaslı kiberhücum və dezinformasiya kampaniyasında ittiham edilməsidir. Storm 1516 adlanan kampaniyanın ölkənin ictimai-siyasi sabitliyini pozmaq məqsədi güddüyü bildirilir. Belə ki, seçki kampaniyası zamanı saxta veb-saytlar üzərindən yayılan videolarda kansler Friedrich Merz və Yaşlılar Partiyasının həmsədri Robert Habeck haqqında əsassız iddialar irəli sürülüb. Poçtla səsvermə sənədlərinin manipulyasiya olunduğu barədə saxta görüntülər tirajlanıb. Gürcüstanda aksiyalarla bağlı sərt tələblər qüvvəyə minib. Yeni qanuna əsasən xəbərdarlıq edilmədən ictimai yerdə aksiya təşkili qadağan edilib. Bundan yanaşı toplantı və yaxud nümayiş, ictimai təhlükəsizliyə və asayişə təhlükə yaradarsa, Daxili İşlər Nazirliyi iştirakçıları alternativ məkan, aksiyanın keçirilmə vaxtı və yaxud da forması barədə təlimatlandıracaq. Bu təlimatın yerinə yetirilməməsinə görə aksiya iştirakçılarına 15 günədək, təşkilatçılara isə 20 günədək inzibati həbs cəzası veriləcək. Təkər bazarına kilit vuruldu. Söküntü işləri davam eləyir. Bəs sahibkarlara hansı ərazi təklif olunur? Məcburən biz daşınmalıyıq.
Azərbaycan əhalisinin sayı açıqlanıb. Bu ilin ilk 10 ayının göstəricilərinə əsasən ölkə əhalisi 0,3% artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə həmin dövrdə əhalinin sayı 32.109 nəfər artımla yüksəlib. Dekabrın 5-də Qaradağ rayonu Lökbatan qəsəbəsində Qobu Park bir yaşayış massivində baş verən yanğın nəticəsində həlak olanların sayı 5-ə çatıb. Qeyd eləyək ki, 9 mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yaşanan hadisə 4 nəfərin həyatına son qoymuşdu. Bugün isə daha bir nəfər həlak olub. Paytaxtın Xətai rayonunda yerləşən Təkər bazarı sökülür və bundan bağlı sahibkarlara əvvəlcədən xəbərdarlıq edilib. Şəhərdə bu tip yenidən qurma proseslərinin həyata keçirildiyi bir neçə ərazidə var. Əməkdaşlarımız həmin yerlərdə olublar və sahibkarlarla görüşüb mövcud vəziyyəti yerindəcə araşdırıblar. Babək prospektində yerləşən Təkər aləmi kimi adlanan bazardayıq. Ərazidə artıq söküntü işlərinə başlanılıb və qapılara belə kilit vurulub, bura giriş qadağandı. Ərazidə isə yeni müasir standartlara uyğun bazarın tikilməsi planlaşdırılır. Bu bazar uzun illərdir ki, paytaxtda avtomobil sahiblərinin ən çox üz tutduğu ticarət məkanlarından biri kimi tanınıb. Sentyabrın 17-sində burada baş verən yanğından sonra bazar yenidən qurulur. Oktyabrın 1-dən başlayan söküntü işləri ilə bağlı isə sahibkarlar əvvəlcədən məlumatlandırılıb. Lakin vəziyyətdən narazı olanlar var. Xəbərdarlıq eləmişdilər bizə. 8-9 ay bir il ərzində elə bir daşınacaq demişlər. Amma bir 6 ay çəkdi, 6-7 ay çəkdi. Bu bizə çox pis ağır təsirdir. Məcburən biz daşınmalıyıq, bu hallardan keçməliyik. Satıcıların bir qismi müxtəlif servis xidmətləri göstərən fərdi obyektlərdən ibarət əraziyə köçürülüb. Bura sökülür, hal-hazırda biz köçürük bura. Yeni ünvanımız var. Yeni formada olacaq da standartlarına uyğun. Son zamanlar paytaxtın müxtəlif ərazilərində yerləşən bazarlarda söküntü işləri aparılır. Buna nümunə kimi Dərnəgül bazarını da göstərmək olar. Ərazinin müəyyən vaxta qədər boşaldılması və sökülməsi nəzərdə tutulub. Ümumiyyətlə maraqlıdır ki, belə ərazilərin şəhər mərkəzinə yaxın olması nə dərəcədə doğrudur? Mütəxəssislərin sözlərinə görə bazarların sökülməsi fərqli səbəblərlə bağlıdır. Onlardan bəzilərinin şəhərin ümumi görünüşünə mənfi təsir etdikləri üçün paytaxtdan çıxarılması nəzərdə tutulur. Belə olan hallarda bəzi sahibkarların hüquqları necə tənzimlənməlidir? Sahibkarlar əgər qanunvericilikdə və yaxud da ki, müqavilə üzrə nəzərdə tutulan müddətdən kənar ərazidən çıxardılmaları halında isə həmin sahibkarların kompensasiyası təqdim olunmalıdır onlara və yaxud da ki, qarşılıqlı razılaşma əsasında ərazinin boşaldılması ilə bağlı tərəflərin birgə razılaşması mütləq şəkildə müəyyən olunmalıdır. Bundan başqa belə tədbirlər həyata keçirilərkən dükan sahiblərinin böyük itkiyə məruz qalmaması üçün bazar rəhbərliyi ilə aralarında bağlanmış müqavilənin şərtlərinə xüsusi diqqət yetirmələri vacib sayılır. Əks halda zərərlə qarşılaşmaq qaçılmaz olacaq. Şahnun Qasımova, Nərgiz Orucova, Nuran Ələkbərli, ATV Xəbər. Qurban Qurbanovu canlı görmək, Şahruddin və Nərimanla şəkil çəkdirmək. Balaca azarkeşin arzusunu klub özü gerçəkləşdirəcək. Qurban Qurbanova salam göndərirəm. Kiçik azarkeşin böyük günü az sonra ATV Xəbərdə. Qərbi Azərbaycan. Yurdundan didərgin düşən 100 minlərlə Azərbaycanlının xatirəsindən bu söz heç vaxt silinmədi. Elə o torpaqlara qayıtmaq ümidi də heç vaxt ölmədi. Bu amal həm də dövlətin siyasi hədəfinə çevrildi. Gəlin həm keçmişə baxaq, həm də geri dönəcəyimiz o torpaqlara. Qərbi Azərbaycanlılar son 100 ildə bir neçə dəfə zoraki deportasiyaya məruz qaldılar. Qərbi Azərbaycanın Qızıldaş kəndinənəm.
Mən oradan çıxanda hardasa da gənc yaşlarımda 15 yaşım var idi. Onlar bizim gəncliyimizi əlimizdən aldılar. Yaxşı yadımdadır. Bir dəfə televiziyada da görmüşük. Baxmışıq, Ulu öndərimiz bizi unutmamışdı. Bizim Qərbi Azərbaycana qayıdış məsələsini qaldırmışdı dəfələrlə. Biz onda başa düşdük ki, bizim məsələmiz qapanmayıb, dövlətin sahibi var. Qərbi Zəngəzurdan deportasiya olmuşam. Bizim hal-hazırki vəziyyətimiz, öz fikirlərimizə həmin yerə bir də öz istədiyimiz, həm qatarla, həm də avtomobil yolu ilə hərəkət edə bilək. Məcburi köçkünlər kimi tarixi dədə-baba yurdlarından didərgin salınan Qərbi Azərbaycanlıların da çətin vəziyyəti və qayıdış məsələsi Ulu Öndər Heydər Əliyevin hər zaman diqqət mərkəzində oldu. Azərbaycan xalqının bəza-bəziyyəti onun xeyrinə dəyişəcək və mütləq siz gələcəkdə hələ gedib öz gözəl Göyçə torpağını da görəcəksiniz. Öz doğma dağlarınıza, bulaqlarınızı, çaylarını da görəcəksiniz. Ata-babalarının qəbirlərini də görəcəksiniz. Mən buna heç şübhə etmirəm. Mən buna inanıram və bu inamla da sizin qarşınızda nitq söyləyirəm. Azərbaycanın həmin vaxt üzləşdiyi humanitar böhranın həlli üçün sistemli iş aparıldı. Ümummilli liderin 1998-ci il 17 sentyabr tarixli sərəncamı ilə qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə dövlət proqramı təsdiq edildi. Qaçqın və məcburi köçkün ailələrindən olan tələbələr təhsil haqqından azad olundular. Dövlət neft fondunda toplanan ilk vəsaitin 72 milyon dolları Ermənistandan qaçqın düşən və Qarabağdan məcburi köçkün olan soydaşlarımızın məskunlaşmasına ayrıldı. Ulu Öndərin xarici ölkələrdən olan qonaqları qaçqınların məskunlaşdığı vaqonlarla, çadır şəhərcikləri ilə tanış etməsi də beynəlxalq ictimaiyyətin diqqətini məhz bu haqsızlığa yönəltməyə hesablanmışdı. 1988-ci ilin soyuq qış ayları Qərbi Azərbaycanlıların öz dədə-baba torpaqlarından növbəti dəfə 3-cü məcburi deportasiyası. O illərdə Ulu Öndər Heydər Əliyevin göstərdiyi siyasi iradə minlərlə Qərbi Azərbaycanlıların torpaqlarına qayıtması üçün böyük stimul idi. Yüz minlərlə ailənin xatirəsində Qərbi Azərbaycan ailə fotolarından ibarət arxivlərə, saralmış şəkillərə çevrildi. Amma bu insanların içində heç vaxt sönməyən bir şey vardı. Qayıdış arzusu. Dövlət bu tarixi reallığı bir an belə unutmadığı kimi unutturmadı da. Bir həyatım var idi, onu əlimdən aldılar. Qorxu düşdü canımıza. Uşaqlarımın hərəsi bir tərəfdə. Özüm də qaldım belə zulümlü günlərdir. Növəmlə, nəticəmlə oraya həyat qurmaq istəyərəm özgə. Hal-hazırda dövlətimiz bununla bağlı bir təbliğatlar apardığını çox ümidlə izləyirik. Yəni bu bizə çox böyük bir ümid verir. Yəni o mənim ən böyük xəyallarımdan biridir ki, öz ata-baba yurdumu görə bilim. Mən əslən Qərbi Azərbaycanın Hamamdır rayonu Qurçay kəndindənəm. Elə hesab edirəm ki, o torpaqlara qayıtmaq mənim təbii haqqımdır. O torpaqları heç vaxt görməmişəm. Ümid edirəm ki, inşallah o torpaqlara bircə qayıdarıq. Qərbi Azərbaycan icması da tarixi qayıdışın təmini üçün uzun illərdir fəaliyyət sferasını genişləndirib. Beynəlxalq aləmi inandırmaq ki, Qərbi Azərbaycanlıların öz vətənlərinə qayıtmaq üçün mənəvi haqları var. Onların orada çox qədim, yüz illərlə, min illərlə ölçülən tarixə malik mədəni irsləri var. Qərbi Azərbaycanın milli, mədəni və mənəvi irsinə sahib çıxmaq missiyası, qaçqınların öz dədə-baba yurdlarına qayıdışını təşkil etmək ölkənin prioritetlərindən biridir. Üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi Azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var. Əlbəttə ki, vətən sevgisi, o torpaqlar unudulmayıb və unudulmayacaq. Natiq Çıraqzadə, Rüyal Əsədov, Elgün Heydərov, ASTV Xəbər. Şuşa
Azərbaycan mədəniyyətinin, ruhunun və kimliyinin ən yüksək zirvələrindən biri. Bu torpaq təkcə bir şəhər deyil, xalqımızın yaddaşıdır. Bugün yenidən azad nəfəs alan Şuşada ümummilli lider Heydər Əliyevin illər əvvəl söylediyi tarixi sözlərin necə gerçəyə çevrildiyinin şahidi oluruq. O zaman verilən vəd həm də Vaqif irsinə və həm də bu torpağın gələcəyinə olan inam bugün artıq reallıqdır. 250 yıl bundan önce yaşamış, yaratmış böyük şairimiz Molla Pənah Vaqifin mezarını mən kurdum, yarattım ve onun üzerinde bir böyük məqbərə ucalttım. Abidə uzattım. Bu benim böyük iftihar edebileceğim bir hadisedir. Sözün və söz sahibinin dəyər qazandığı məkandır bura. 1982-ci ilin 14 yanvarında bu məkan, bu abidə Azərbaycanın mədəni irsinin bir daha dirçəldiyi anlardan birinə şahidlik etdi. Ümummilli lider Heydər Əliyev Molla Pənah Vaqifin məqbərəsinin açılışında qarlı şaxtalı gündə iştirak etməyi ilə bir daha sübut etdi ki, o Azərbaycanın mədəni irsini sadəcə siyasətdə görmürdü. O həm də xalqın ruhunu qorumağı məsuliyyət kimi öz üzərinə götürmüşdü. Heydər Əliyev bura məqbərənin açılışına gələndə mən orada təpədə dayanmışdım. Oradan baxırdım və oradan baxırdım, hər şeydə görürdüm. Onun Şuşa əhalisi ilə necə səmimi görüşməyin və bu mənim yaddaşımda ömürlük iz buraxdı. 13 yaşım olmağına baxmayaraq o vaxtdan bildim ki, Heydər Əliyev çox səmimi, qəlbli, gözəl bir insandır ki, o bütün şallarla əl tuta-tuta gəldi burada, görüşə-görüşə keçdi. Zaman keçdi. Vaqifin məqbərəsi 10 ildən sonra işğala məruz qaldı. Şuşa xalqın qəlbində miskilə çevrildi. Amma bir həqiqət dəyişmədi. Şuşada səslənən inam və qətiyyət. Heydər Əliyevin Şuşa azad olunacaq sözləri isə illər boyu minlərlə insanın ümidinə çevrildi. Mən də arzu edirəm ki, sizlə birlikdə gedək Şuşaya. Gedəcəyik. Buna inanın ki, gedəcəyik. Və biz Heydər Əliyevə daima inanmışıq. 30 il ərzində biz məcburi köçkün vəziyyətində yaşadıq, ancaq mən hər dəqiqə, hər saniyə bilirdim ki, bizim güclü liderimiz var. Və nəhayət, hörmətli prezidentimiz deyəndə ki, ata vəsiyyətini mən yerinə yetirdim, o dəqiqə bildim ki, Şuşa torpağı düşmənlərdən azad olunub. Tarix təkrarlandı. Bir abidə iki eyni tarixi yaşadı. Şanlı zəfərdən sonra 39 il əvvəl məqbərənin açıldığı gündə, yanvarın 14-də Prezident İlham Əliyev məqbərəni ziyarət etdi. Vaqif poeziya günləri keçirilərkən atamın 59 yaşı var idi. Bugün mənim 59 yaşım var. Bəziləri hesab edə bilər ki, bu təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var. Tarix təkrarlanır. Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı. Və yenidən biz nəfəs almağa başlamışıq. Ayşən Cümşudova, Bağır Kərimov, Cavid İsmail, ASTV Xəbər. Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyevin izi ilə getdiyi müddətdə böyük bir məsafə qət elədi. Biz bununla fəxr edirik. Bu fikirləri Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Cəmil Çiçək Ulu Öndərlə bağlı xatirələrini ASTV Xəbərlə bölüşərkən səsləndirib. Bugün hepimizin iftihar ettiği bir Azerbaycan varsa bunun köşe taşlarını koyan kendisidir. Çok zor bir dönemde, çok sıkıntılı bir dönemde görev yaptı. Devleti yeniden inşa etti. Kendisiyle en son görüşen Azerbaycan dışındaki kişi benim. O zaman hükümette bakanım. Kendi siyasi hayatım bakımından da böyle saygıyla anabileceğim bir görüşme.
O vesileyle hepimiz için artık bir atasözü haline gelmiş olan bir cümleyi orada da tekrar etti ki bu doğru bir ifadedir. Bunun mimarı da rahmetli Haydar Aliyev'dir. Bizler bir millet, iki devletiz. Davam edirik hörmətli tamaşaçılar və sıradakı süjetdə balaca bir azarkeşin böyük futbol sevgisindən bəhs edəcəyik. Əkbər Zülfüqarovdan. Çempionlar Liqasının Qarabağ Ajax oyununu sığınacaq evində böyük maraqla izləyən balaca azarkeşin videosu sosial şəbəkələrdə böyük səs-küyə səbəb oldu. Onun bu görüntüsü klubun da diqqətindən kənarda qalmadı. Qarabağ balaca azarkeşin arzularını reallaşdırmaq qərarına gəlib. Sosial şəbəkələrdə Qarabağ Futbol Klubunun oyununu böyük maraqla izləyərək fenomenə çevrilən Əkbər Zülfüqarovun 11 yaşı var. Ən böyük arzusu futbolçu olmaqdır. 7 yaşından futbola böyük maraq göstərən balaca azarkeş sığınacaq evində yaşayır. Onu sosial şəbəkələrdə məşhurlaşdıran da elə Qarabağ klubuna olan sevgisidir. Qarabağın oyunlarına baxanda vurduğu qollar mənə çox sevinç gətirir. Onlar üzlərində mən də üzülürəm. Yəni deyə bilərəm ki, bu il Çempionlar Liqasında kuboku qazanır. Əkbər üçün Qarabağ Futbol Klubunun ən sevimli simaları Qurban Qurbanov, Nərman Axundzadə və Şahrüddin Məhəmmədəliyevdir. Onlarla görüşmək isə balaca azarkeşin ən böyük istəyidir. Qurban Qurbanova salam göndərirəm. Əsas da Şahrüddinə. Yəni Şahrüddin bizim qapımızın dirəyidir. Yəni çox gözəl qapıcıdır. Onun haqqı vermək olmaz. Yəni buradan Qurban Qurbanova da deyə bilərəm ki, siz çox yaxşı komanda qurmusunuz. Nərmanı çünki sevirəm. Gözəl qollar atır, yaxşı oynayır. Əkbərin arzularından biri də Qarabağın oyununu tribunadan canlı izləmək. Sevdiyi futbolçularla görüşüb onlarla şəkil çəkdirməkdir. Onun bu arzusunu klubun özü reallaşdıracaq. Komanda Əkbəri bazar günü Qarabağ Araz Naxçıvan oyununu izləməsi və futbolçularla tanış olması üçün arenaya aparacaq. Və kim bilir, Əkbər bəlkə bir gün ən böyük arzusunu həyata keçirəcək. Qarabağın forması ilə tarix yazacaq. Nərmin Malik qızı Elçin Tağıyev, ASTV xəbər. Sinoptiklər xəbərdarlıq eləyir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə enəcək. Yağıntılı hava ilə əlaqədar çaylarda sululuq artacaq. Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısa müddətli sel keçəcəyi ehtimal olunur. Bakıda və Abşeron yarımadasında güclü külək əsəcək və bununla bağlı sarı və narıncı xəbərdarlıq verilib. Dövlət Dəniz və Liman Agentliyinin gəmi hərəkətinin idarə edilməsi mərkəzi fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. Bununla bağlı agentliyin İctimaiyyətlə Əlaqələr Xidməti məlumat yayıb. Xəbərdarlığa əsasən, dekabrın 13-cü axşamdan Xəzər dəniz akvatoriyasında müşahidə olunacaq şimal-qərb-şimal küləyi dekabrın 14-cü gündüz saatlarına kimi davam edəcək. Həmin günlər ərzində şimal-qərb-şimal küləyinin 18-23, ara bir 28-33, açıq dənizdə isə 35-38 metr saniyəyədək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 3-4, sonraki inkişafda 5,5-7,5 metrə çatacağı proqnozlaşdırılır. Fırtınalı hava şəraitlə bağlı xəbərdarlıq, gəmi hərəkətinin idarə edilməsi mərkəzinin mütəxəssisləri tərəfindən gəmi sahiblərinə, liman kapitanlarına, liman nəzarət müfəttişlərinə, eyni zamanda neft-qaz platformalarına aid olan qurumlara da ötürülüb. Belə hörmətli tamaşaçılar, ASTV xəbərin bugün olan əsas buraxılışını təqdim etdik. Bizi sosial şəbəkələrdə olan hesablardan da izləyə bilərsiniz. Diqqətiniz üçün təşəkkür edirik. Pəki sağlıq olsun, yenidən görüşəcəyik.